Hı hı. Bəli, 8-ci sualda Y variantıdır. Yadda saxlayın. Çok güzel. Bizdə əgər bizim ismimiz təkdədirsə, təkdə olan ismin qarşısında biz ya van işlədə bilərik bir sayını, ya da sıra sayını. Çünki sıra sayından sonra gələn isim təkdə gəlir və bir sayından sonra gələn isim təkdə gəlir. Yerdə qalan bütün miqdar saylarından sonra isim cəmdə gəlməli idi. Və ona görə də düz Aha. buyurdunuz. Cümləmizdə də yerlik əvəzliyi olduğuna görə biz artıq artikl işlədə bilmərik. Y variantı doğrudur. C variantı her 22 birthdays olmalı idi və yaxud D variantı 20 birthdays 20 ad günlərini, o da heç mənaca doğru gəlmir. Doğru variant elə Y variantıdır. Fərqanə, sizdə Aha. açıldı mı Kaspi? Fərqanə, Benim elim aç. buyurun. Açıldı. 9-cu sual. 9. soru grafazı is 77. Bir bende. 7, B bənd, bəli, doğru. B bəndi. 10-cu sualda buyurun. It was 9 millions. 9 millions. Burada milyondan qabaq heç bir art 9 millions. Nice millions. C bende. Yox. Diqqətlə mənə qulaq asın. Ən birinci nəyə fikir Aha. veririk? Ən birinci ona fikir veririk ki, bizim cümlədə gələn ismimiz citizen təkdədir. Təkdədirsə, deməli mən bunun qarşısında miqdar sayı işlədə bilmərəm. Sıra sayından sonra gəlir təkdə. Və həmçinin nöqtələrdən əvvəl müəyyənlik Z artiklda qoyulur. Müəyyənlik Z artiklı qoyulur və ismim D təkdə bende. burada 19 milyon. Aha, indi iş orasındadır ki, biz mürəkkəb Aha. sayları sıra sayına çevrilərkən axırıncı say TH götürür. Axırıncı, birinci yox, axırıncı say TH götürür. Sıra saylığını axırıncı say bildirir. Milyon götürür. Milyona gelir. Bəli, Hiç. bəli, bəli, A bendunda. bəli, bəli. TED deyir bu şəhərin 9 milyonuncu, bu şəhərdə doğulmuş 9 milyonuncu vətəndaşdır. Bəli. Ümumiyyətlə miqdar sayılarından sonra 100,000 milyon cəmlənməz. B variantını yığışdırırıq aradan və bir daha deyirəm, mürəkkəb sayılarda bizdə sıralığı axırıncı say götürür. Fərqanə, siz elə 11-i də deyin. Yaxşı. 3 plus 4 is 17. Bu düzgün cevabı değil tabii. 10 minus 6. Burada e, biri biri birdi. Birdə nə yazılıb? Tərcüməsini deyə bilərsiniz mənə. 3 3 plus 4 3 plus 4 17. Düzgün değil. Hə, 17 eləmir axı 3 üstə gələk 4. 7 olardı, 7. Baxmaca şeylərə baxıram, nədir? Bəli. Xəbər Hər şeyə 10 diqqət eləmək lazımdır. 10 minus 6 10 minus 6 bərabərdir 4 düzdür onda. Bəli. 2 bəndə içində 5 multiplied by 4 is 20. 5'i Vuraq. vururuq 4 20 Bəli. düzdür onda. Bəli. Bəli, 2 3 Söz düzdür. Aha, 4'ü də deyin elə. 30 divided by 6. O da bölünür 6'ya düzgün değil o tarafta. Bəli, 5 olmalıydı. Doğru variant Yəni 2 içinə 3'dür. Nigari 12-ci sual, amba şərtinə baxın. gəlmənim belə inkorrekt deyirsən. Mənim bir də kartdəndir, boz deyir olmalıdır, ona görə səhv deyil. Bəli, bəli. House is 110 years old. 2 düzdür. Bəli.
Milyon dolar. Milyon değil de milyon olardı, olardı burada. Ona göre 3'də səhvdir. Bəli. 4'te bir 400 of varsa cəmdə düzdür 4. 500 can be reduced to one class. Düzdür. Bir üstdən əlim A. Bəli, doğru. 1-3. 13'ü də buyurun. Dəqiqə 13. Doğmuşlar. 17. Tam 76. Açılışını diyeceğim buna. Birden 17, 76. Bir de D'dir. 17.76. Bəli. D. 65 yüzde 2. 6500 C'dir. Doğru. 2023 yüzde 2023. 3B. Doğru. 4 abi. Bəli. One and 1 tam 4'te 1. One and a quarter. Doğru. Nuray 14. sual. Nerede değil mi? Yok, Nuray. Tamam. Sevda müəllim, 14-dən A variantında söt yox, stir prices olmalıdır. Düzdür. C variantında 1000 olmalıdır. D variantında zira 28 olmalıdır, 28. Bəli. 6'da two söz olacaktı. Bəli, söz. Bəli. Bunları düz variant, B variantıdır. Zira Bəli. 100 students in the home. Zalda 100 şagird var. Bəli. Y variantında biz sizdən kəsrləri mən sizə izah etmişdim. Əgər kəsr sayında birinci rəqəm 1-dirsə, sonra gələn rəqəm deməli sıra sayıla verilir, cəmlənmir. Amma kəsr sayılarında 1-dən yuxarı qalxırıqsa da artıq digər həmi sıra sayı kimi verilir, həm də mütləq cəmlənir. Ona görə Y variantında olmalıydı, to söz. Müəllim, o sualda B variantında niyə səhv götürdük? Düz götürdük. C variantında. C variantında. Sizcə, bax qoy indi onu başa salım. Bax yazılıb ki, mində bir, mindən vizitə də səfər edən, gələn, vizitor, səyahətçi deyək, bəli, mükafat aldı. Bir dənə səyahətçini mindən bir yerə bölə bilərikmi? Bir dənə səyahətçinin mindən bir hissəsi ala bilərmi? Əgər desəydi, məsəl üçün, visitors, səyahətçilərin mindən biri, bax, onda düz olardı. Amma burada deyir ki, bu kəsr sayıdır, bu kəsr sayıdır. Burada demir ki, 1000 səyahətçi. Səyahətçilərin mindən biri mükafat aldı, onda olardı, doğru olardı. Amma belə bu yanlışdır. Visitors olmalıydı. 15 Nuray, 15 də səndədir. 15'te Sevda müəllim 1-2'dir, 100. 100,005'dir, bir de 6,000. Bəli, doğru. Sara, 16. sual. Students. Thousands of students. Müəllim, biri 5'dir. Thousands of students. Hundreds of exam. 4'ləri çıxırıq. Altdan yuxarı qalxdım. Doğru. 4'ləri çıxırıq. Mən cəmlənmə thousand. Elə 2'ni də çıxın. Bəli, 2'ni də çıxıram. Orada da cəmlədir. Alır indi 3 ilə 1'in arasında bir dəqiqə. Müəllim, D variantı.
Yox, yox. 3 nə? Hə, 3 1000, hə, 3 ilə 5 müəllim. 3 ilə 5, bəli. 3 ilə 5. Sonra 17. Aha. During his demək səyahəti dövründə neçənci səyahəti deyərik də, yəqin ki. Bunu qarışdırıram müəllim, bilmirəm. Gəlin, eybi yox. Gəlin izah edeyim. Gəlin izahı verim ki, bu çox asan bölmədir. Çox asan bölmədir. Ən birinci sizin diqqətinizi nəyə çəkmək istəyirəm? Ən birinci mən sizin diqqətinizi ora çəkmək istəyirəm ki, müəllimlər, əgər sizdə say və isim defislə yazılıbsa, say və isim defislə yazılıbsa da, heç vaxtı burada isim cəmlənmir. Çünki bu artıq isim deyil. Bu sifətdir, mürəkkəb sifətdir. İngilis dilində bunlar say, isim, defislə yazılan say, isim compound adjectivedir İngilis dilində. Mürəkkəb sifətdir və mürəkkəb sifətlər, ümumiyyətlə sifətlər İngilis dilində cəmlənmir. Ona görə 2-ni tullayın buradan. Deməyin ki 5 yazılır, deməyin ki bura 5 yazılıb, niyə biz ismi təkdə götürürük? Xeyr, o doğrudur 5 üçün. Defissiz yazılır, 5, ondan sonra gələn isimdə cəmdə avbəs doğrudur. Amma defislə yazılan say isim heç vaxt cəmlənmir. Ona görə 2-ni tullayın. Sonra birdən, bəli, 3 doğru və 5 doğrudur. 3, 5. Biri deyir ki, he felt very bad during his 5-hour trip. O deyir, 5 saatlıq səyahətdən sonra özünü pis hiss etdi. Belə də deyə bilərik və deyə bilərik, he felt very bad during his 5-hour trip. O özünü 5 saatlıq səyahətdən sonra pis hiss etdi. Hər ikisi 5 saatlıq deməkdir. Amma yadda saxlayın, say, defis, isim nə cəmlənmir, nə də yerlik hal götürmür. Bu iki qaydanı yadda saxlayın. Defislə yazılan say, isim nə cəmlənmir, nə də apostrof S, apostrof yerlik hal götürmür. Doğru variantımız ona görə burada 3 və 5-dir. 4-də 5-dən sonra A və sözü cəmdə gəlməliydi. 1-də isə sıra sayı yox, miqdar sayı yazılmalıydı. 18 Rəvanə. Bizdən sıra konusunda qınağı deyir ki, ildə 12 ay var, 12, birinci tərəfə 12 olur. İkincidə də December is, burada da sıra sayıda Z ilə Y variantı mənim. Bəli, doğru. 19 Rəvanə. 19'da A variantında the second lesson begins at 11 o'clock. Doğrudur mənim bu A variantı. B variantında the second lessons begins. Burada mənim lessons cəmdə verib, xəbəri təkdə verib. Ona görə olmur bu. Ümumiyyətlə xəbəri təkdə versə belə sıra sayından sonra isim cəmdə gəlmir. Olmalıydı the second lesson. C variantında the two lesson begin at 11 hours. Burada xəbəri cəmdə verib. Başqa səhv yoxdur? Buradan bir də mən Z işlədibdir mənim. Yox. Ayrı səhv var burada. Mən hours sözündə. Yox. O'clock olmalı. Miqdar sayından sonra, yox, o nə deməkdir? Miqdar sayından sonra isim necə gəlir bir sayından başqa? Cəmdə. Bəli. Və burada isə təkdə gəlib. Mənim bir sorum, bir variantında da, burada da mənim isim təkdədir, xəbər cəmdə A variantından. Doğru A variantıdır. Bəli, B variantında sıra sayından sonra gələn isim təkdə olmalıydı the second lesson.
C variantında miqdar sayından sonra gələn isim cəmdə olmalıydı. Z to lessons olmalıydı. D variantı to lessons doğru, mübtədamız cəmdə, xəbər isə begins təkdə verilib səhv. Y variantında mübtədamız da second lesson doğru, xəbər isə cəmdə verilib begins olmalıydı. Bəli. Səmaya 20-ci sual. Deməli, əvəzlikdən sonra Z gəlməz. Third olacaq. Z second. C variantı. Bəli, doğru. 21. Rəvani. Yox, Səmaya. 1 və 4. Səmaya 21. Z Evet. 1 və bəli, əlbəttə ki 1 və 4. Bəli. 1-də sıra saydı 9-cu unit. 4-də də isim, say, artikel işlənmir. Ona görə 3 səhvdir. 2-də də 9 unitdirsə unit cəmdə olmalıydı. 22 Şəlalə. Bəli, 22-də Kızılfırı variant. He was born in Baku on burada olacaq the 10th of January, yanvarın 20'sində 2019. Bir səhvdir müəllimə, 2019 səhvdir. Siz birdə, Şəlalə bir dəqiqə. Siz birdə 20-ni harda görürsünüz, mən bilmirəm. 1990 müəllimə, 1990. Səhvdir, yəni hesab edirsiniz o. Səhvdir də müəllimə, səhvdir. Xeyr, ili bildirəndə biz iki hissəyə bölürük. 1900, bəli, bəli. Əlbəttə ki, siz onu say kimi götürəndə əlbəttə ki 1990 deyilən bir şey yoxdur. Amma deyir, görürsünüz, o deyir anadan olmuşdu. Yanvarın 10-u 1990-cı ildə. The 10th of January, January of the 10th. Müəllimə bir düzdür onda. Bir doğrudur. 2 səhvdir. January of the 10th, o səhvdir. Bəli. January the 10th. Burada da 3 səhvdir. Bəli. Yanvarın. The 10th January. The 10th yanvarın. January is 1999. 19'unda. Mənə 1-5'dir, düz. Doğru olan 1-5'dir, bəli, doğru olan 1-5'dir. Sadəcə olaraq 2-nin səhvinə qulaq asın. Əgər biz deyirik yanvarın 10-u, onda deyirik January the 10th. O sözünü yoxdur. Amma əvvəldə deyiriksə, deməli, sayı əvvəldə deyiriksə, of ilə birləşdiririk. The 10th of January, 1991 doğrudur. 2-də səhv odur ki, January the 10th olmalıydı. 3-də səhv odur ki, January the 10th, 1919 deyilən belə bir il yoxdur da, deyək ki, 9019-cu ildə. Elə bir il yoxdur, hələ biz 9000-ə gəlməmişik, biz hələ 2000-dəyik. Ondan sonra 4-də the 10th of January olmalıydı və burada da 9090-cı il səhvdir. 5 isə doğrudur. Yanvarın 10-u 1990-cı il. 1990. Amma 5-i də səhv yazıblar, axırını. Hərçənd ki, doğru variant A variantıdır. Amma 5-də diqqət edin. Niyə səhv yazıblar ki? Səhv yazıblar 1919-cu il. Sadəcə olaraq 5-də. 1-də 1990-cı ildir. 5-də isə 1919-cu ildir. A variantı doğrudur. Şəlalə, 23-cü sual. 23-cü sual. King Henry V, Kral Henry, 5-ci kral. King Henry olmayacaqdı burada, yoxsa? Xeyr, burada olmalıydı King Henry the Fifth. The Fifth, bəli. Million people
Doğrudur. Xeyr. 100 of the sheep. Y variantı düzdür müəllimə burada. Bəli, düz olan G 100 of variantıdır. sheep. Bəs C variantında siz mənə səhvi deyin. Neçədə? C-də 23-də C niyə səhvdir? Milyon. Əvvəlində milyons olmalı Xeyr, deyildi. xeyr. Niyə ki? Deyim müəllim. Bəli, Əvvəlində E var, E olmalıdır. E və ya var. bəli. Bəli. 100,000 million boş-boşuna işləmir. Şəlalə, 23-də B variantının səhvini mənə deyin. The capital olmamalıdır axı müəllimə məncə. The tense capital olmalıydı. Ya olmalıydı The the tense. tense şərtdə, ya da əgər isim say gəlirsə, isim sonra say. Deməli, artikel Say. işlənmir. Bəli. D variantının səhv nədir? D variantının səhvi nədir? Burada May olmamalıdır birinci. 28 of May olmalıdır. Ya olmalıydı May the 28 ofsuz. May the 28. Ya da the 28 of May. Ya belə, ya belə. Fərqanə 24-cü sual. Başa düşmədiniz Şəlalə? Ya olmalıydı May'dən sonra əgər birinci sizdə ilin ayı yazılırsa, ilin ayı. Deməli, arada of olmamalıdır. May the 28. Yox. Əgər birinci say yazılardısa, onda deyərdik the 28 of May. Fərqanə 24-cü sual. Ben hatırlamıyorum. Zira burada yazı miktar sayıları geleceği birinci. Miktar 3 months in each season. Sərfəsəldə 3 ay var. O birisində də şey sayıları nədir? First day bəndi. Bəli, doğru. Mart yazın birinci aydır. Bəli, doğru. Elə 25-i də siz deyin. Hazır seri woman. Düzdür bu. Yani working. Biri düzdür. Second answer is dedik ki iki səhvdir. Dedik ki sıra sayından sonra is qəbul eləmir. Bəli. Yox, niyə ki? Axı burada ətlə bağlanıb 2 dənə də artıq ikinci və 6-cı testlər. Bir dənə deyil, ətlə bağlanıb. Əgər bizim iki mübtədamız and ilə bağlanırsa da, yəni burada söhbət mübtədalardan getmir. Sadəcə olaraq burada sizdə demir ki, ikinci test və yaxud 6-cı test. Deyir, ikinci və 6-cı testlər asan dedilər. Yox, iki doğrudur. Bir sözlər hər iki isimə aiddir ona görə. Their first choice for the best. Onların birinci şansı düzdür bu. Their first choice, bəli, düzdür. Robert'in sevimli nömrəsi 8'dir. Burada da düzdür, burada nə səhv var? Burada 8'dir deməyib ki, yazmayıb ki, burada 8-cidir. Robert'in. 8 sözü burada. Yerlik əvəzliyi kimi götürülmüyor. Yox, mən söhbət yerli əvəzliyindən getmir. Söhbət 8-in yazılışından gedir. 8 sizdə burada, siz deyirsiniz Robert'in ən sevimli nömrəsi 8-dir, yoxsa 8-ci? 8-ci yazılıb. Hə, səhv yazılıbdır 8-ci, gərək olaydı 8. Bu səhv götürülür. Listan şeysi neymiş? 6 exercise period istədi. Biz 6-nı və çarşma 5-i oxuduq dünən. Burada tərsinədir, hə, müəllimə? 6 lesson. Yox, hər şey doğrudur burada. Çünki isim say, isim üstə gələk say. İsim say, isim cəmlənmir, artikel dişlənmir. Dərs 6, çalışma 5. 3 is 600, bugün deyir 600.
Müydü sör 23. gündü. Burada səhv tapmadım abi. Siz Sıra. burada niye səhv tapırsınız? Axı siz burada səhvi tapmalısınız ki, sıra sayından sonra gələn isim təkdə olmalıdır. Sizdə deyir ki, bugün 623-cü gündür. Şounun başlanmasının 623-cü günüdür. Demir ki, günləridir. Sizdə sıra sayı verilir. 627. Mürəkkəb sayılarda sıralığı axırıncı say götürür. Söt. 623-cü günüdür şounun başlanmasının. Dey olmalıydı. Deysi yox. Sıra sayından sonra isim cəmlənmir. 6 səhvdir. 4 səhvdir. 6 səhvdir. 47. 47 olardı. Bəli, əlbəttə ki. Nə deməkdir 47, 14, 7? Elə bir şey, elə heç rəqəm yoxdur. Elə deyilmi? 47 olardı. 7 səhvdir, bəli. Sonra da mən də bəxtim mübtədalarda a falls of the road. Burada da yolun 4də biri. dördüncü. Yox. A force artıq bu kəsir sayıdır. Kəsir sayıdır. 4də biri. 4də biri götürəndə onda surəti biz miqdar sayından götürürdük forla. Yox, yox. Biz one əvəzinə, bir əvəzinə qeyri-müəyyənlik artikl işlədirik. Sürəti isə sıra sayı ilə verdik. Məxrəci, sürəti birdirsə surət, surət birdirsə qeyri-müəyyən artiklından götürülə bilər. Məxrəc isə sıra sayı ilə verilir. 4də biri biz deyir, kampın yolunun 4də birini keçmişik. Efforts. Cəmlənir. Heç də Düzdür, cəmlənmir. yox. Van olanda cəmlənmir. Van olanda cəmlənmir. Kəsir sayılarında van olanda cəmlənmir. Əgər 2, 3, 4 gələrsə də, bəli, onda artıq cəmlənərdir. Saymadık sonra düzdür. Düzmü? Əlbəttə, Düzlər, saymadım baxın, deyil. düzlər. 1, 2 düzdür, 5 düzdür, 3 düzdür, 8 düzdür bir də. 1 düzdür, 2 düzdür, 3 düzdür, 5 düzdür, bir də 8 düzdür. Gəlin səhvlərimizə baxaq. 4də səhvimiz Robert's favorite number is olmalıydı 8. 8. Robert'in sevimli nömrəsi 8'dir. 6'da sıra sayından sonra gələn ismimiz təkdə gəlməliydi. 627 day. 7'də isə 147 deyilən bir rəqəm yoxdur. Ona görə də o da səhvdir. 8-dən 3'ü səhvdir, 5 isə doğrudur D variantı. Bu deməli kim idi bizdə? Fərqanə idi. Nigari 26-cı sual. Bərmən 26. He wants to change formulas. Okul dəyişmək, xırdalamaq istəyir. D-də 100-də olmaz, 100-cü. D-də həmçinin 100-cüdür. C-də səhvdir. A-da 100 deyil, 100 olar, səhvdir. 200 olmur. B deməli 100. Bəli, 27. Nigari. Bərmən baxıram, 27. It is what is been Şotlandiya. Deyir, o Şotlandiyada olub artıq. Necəsi time. Times. Sizce time deyil, times olar, A səhvdir. Bəli. Times time olar. C də səhvdir. The third time düzdür. 3 times mənada düzdür. Third time deyə the third time olar. D də düzdür. B, Y. Bəli, Niyə? Y variantı. Üçüncü dəfə Y'dir. Y'dir, əlbəttə ki, deyir o, it is, deyir bu üçüncü səfərdir ki, üçüncü dəfədir ki, o Şotlandiyada oldu. Üçüncü dəfədir ki. A variantında miqdar sayından sonra isim cəmdə gəlir, olmalıydı three times. B variantında 3, əgər biz deyiriksə 3 dəfədir ki, Şotlandiyada olur, olmalıydı. It is, yəni it is ilə işlənməzdi. Is təkdə, times isə cəmdə olmaz.
Dəfə mənası kimi doğrudur, amma xəbəri doğru gəlmir. Sonra D variantında müəyyənlik artikl işlənməyib. C variantında sıra sayından sonra isim təkdə gəlməli idi, söz time olmalı idi. Y variantı isə doğrudur. Nigari, deməli Nuray 28-ci sual. Nuray. 28'de sevdim. Burada provide olduğuna göre miktar sayını götürəcək B variantıdır 5. Bəli. Bəli. Aha, 29'da 5 and 6 is 11. 5 and 6 equals 11. 2, 4. Bəli. Is də bərabər deməkdir, equal da bərabər deməkdir. Equal da bərabər. Hər ikisi, bəli. Özdə qoy burada sizə mən bir şey deyim. Qoy mən burada sizə bir şey deyim ki, bəri başdan yadımızdan çıxmasın. Deməli, riyazi məsələlərdə müəllimlər. Məsəl üçün bizə deyirik ki, 5 üstəgəl 6 bərabərdir 11. Yadda saxlayın, riyazi məsələlərdə xəbər təkdə işlənir. Xəbər təkdə olmalıdır. Ona görə, məsəl üçün, is 11, 4-də equals 11, yadda saxlayın, riyazi məsələlərdə bizim xəbərimiz təkdə işlənir. Sara, 30-cu sual. Demək, mən 2 səhvdir. Niyə? Olmaz. Ofla olmalı deyil, mənim məxsus. Yox, əgər birinci ilin ayı, sonra isə tarixi gəlirsə, burada of işlənmir. Birinci tarix gəlir, sonra ilin ayı gələndə onda of ilə bağlanır. Dedim, onda onda 3 səhvdir mənim. Bəli, Z olmalıydı. The first of March. Ümumiyyətlə, ilin aylarının qarşısında artikl işlənmir ki. Bir də 2 mən 4 düzdür də. Bəli. The 4th of March. 5-də də 2 yerdə Z, ofdan sonra da Z olmazdı. Bəli, olmazdı, yox. 2-4-dür doğru variant. Ümumiyyətlə, ilin aylarının qarşısında artikl işlənmir. Ümumiyyətlə deyirəm işlənmir. Amma əgər biz hansısa ilin, xüsusilə hansısa ayını vurğulamaq istəyiriksə, bəli, onda məsəl üçün mən demək istəyirəm ki, 1992-ci ilin yanvarı. Hansı ilin yanvarı? 1992-ci ilin yanvarı. Əlbəttə ki, mən burada deyirəm The January of 1990. Çünki vurğulayıram hansı ilin yanvarı. Amma ümumilikdə ayların qarşısında artikl işlənmir. 31, Sara. 31-də. Demək, mənim 1 düzdür. Thousand students artiklın işlənib, tələbələr də cəmdə 1 düzdür mənim. Bəli. 2-yə. 2 də düzdür. Düzdür. 3 səhvdir sazət cəmləndiyinə görə. Elə 3 səhvdir. Bir də ki, a few thousand students. Bəli, bir neçə min. Onda 1-2-5-dir. Bəli, 1-2-5, əlbəttə ki. 4-ü götürə bilmirik, thousand olmalıydı. Bəli, onun artiklı yox idi. Aha. Və biri var, biz deyirik ki, dəqiq 1000 şagird, 5000 şagird, amma ola bilər, həm deyə bilərik thousands of students, minlərlə şagirdlər var idi, həm də deyə bilərik bir neçə min şagird var idi, a few thousand students. 5 də doğrudur. Rəvanə, 32-ci sual. Bəli, 32-də birincidə Şah Abbas sözü doğrudur. İkincidə Z question 10. Mən burada səhvdir. Ya question 10 olmalıydı, ya da ki Z 10 question sıra sayı kimi Bəli, Rəvanə. səhvdir. 3-də Emilian Books bu doğrudur. 4-də 100 of cars bu da doğrudur. 5-də Z sıra women təkləri cəmdə olmaz. D variantı 1, 3, 4 olmalıdır. Bəli.
33 Rəməni. 33-də Z floor 20. Deməli, burada da səhvdir. Ya floor 20 olardı, ya da Z20 floor sıra sayı kimi. İkincidə floor 20 doğrudur. 3-də 20 floors bu səhvdir. Özündən sonra cəmisini qəbul eləmir. 4-cüdə Z20 floor doğrudur. 5-də Floors da doğrudur. 2, 4, 5 Bəli, doğru. Səmaya 34. Deməli, with second place 1A D variantıdır müəllimə. Hansı variant? B. Bəli, B variantıdır. Biz bilirik ki, a second saniyə deməkdir. Deyir ki, A-da wait a second please. Bir saniyə gözlə, zəhmət olmasa. Həmçinin Y variantına da uyğun gedir. A second, yəni ki, 2-də 1-i. A second of the land is arable. Bu ərazinin, bu torpağın 2-də 1-i, yəni ki, quraqlıqdır. 2-də the second exercise, o ikinci çalışmanı etdi, B variantı uyğun gəlir və D uyğun gələ bilər. Who is the second? Bu ikinci kimdir? Tomdur. Və 3-də C variantı, his second question was very difficult. Artıq burada yerlik əvəzli his var deyə sıra sayının qarşısında artikl işlətmirik. Onun ikinci sualı çox çətin idi. Səmaya 35. Deməli, this five, deməli, 5 dəqiqə keçib. Aynen bir de fərq nədir? PM fərqi var. PM isə axşamdır, B variantı. Necə yəni B variantı? Əgər bir dəqiqə. It is 5. Siz deyirsiniz 8-ə 5 dəqiqə qalır. Amma burada 8... E variantı deməliyəm. Bəli, əlbəttə ki. 8-dən 5 dəqiqə keçib, yəni ki 9-a 5 dəqiqə işləyib. Bəli, Y variantı. Şəlalə, 36-cı sual. Bəli, 36-cı suala baxaq. Burada da EM saatını göstərir. 8-ə 5 dəqiqə qalmış. 8-ə 5 dəqiqə qalmıyor Şəlalə. Burada 8-ə 5 dəqiqə qalmıyor. 9-a. Bəli, 8:55, 9-a 5 dəqiqə qalır. Hayır, bu 9-a qalmış. 5:50. Temperature dəqiqə in morning. Və A variantıdır. It is 5 to 8 in the morning. 9 olar. Yox. It is 5 to 8. Siz deyirsiniz ki 8-ə 5 dəqiqə qalıb. Amma bizdə 9-a 5 dəqiqə qalıb axı. D variantı. Və əlbəttə ki, it's 5 to 9 in the morning. It's 5 Əlbəttə to 9 in the morning. Hə. 37-ni də deyin, Şəlalə. 24 equals 5. 20, yəni 20 çıx. Yəni 5 qalıb. Plus minus multiple equals. B variantı minus 20 minus 4. Yox. Ay müəllimlər, 20-ni 4-dən ağaranda 5 qalır. 20-ni 4-dən ağaranda 5 qalır. Böləndim. Hadi A variantıdır da. Divided. Multiplied vurmaqdır, vurma. Multiplied. Divide bölmə, multiplied vurma. Bəli. Divide A variantı. Fərqanə 38-ci sual.
Tamam. 16 to 16'nı şey tutup plus olacak da plus 1'i Yox, bir dəqiqə. Niyə tələsirsiniz ki? Bax, siz görürsünüz ki, yazılıb 16, 2 bərabərdir, Tamam, 32. 32 Evet, bərabərdir. 32. 16'nın üstü plus gələr. Hə, 16-nın üstünə 2 gələndə 32 eləyir. Yo, vurmaq olacaq. Bəli, Times olacaq 1. bəli. Minus olmaz, plus olmaz. Divided olmaz, Multiplied. by. Multiplied. Times dəfə deməkdir. Biri var deyirik ki, 16 dəfə 2 bərabərdir 32 times 16 times 2. Bir də var deyirik ki, 16 vuraq 2 bərabərdir 32. Times biz demirik 3 dəfə 5, nə bilim 15 dəfə 20 dəfə burada biz nəyi nəzərdə tuturuq? Vurmanı nəzərdə tuturuq da. Elə də elə burada. Times da vurmanı bildirir, multiplied da vurmanı bildirir. Sadəcə olaraq divided by istəyir, multiplied by istəyir. Amma minus, plus, times bunlar özündən sonra by istəmir. Fərqə nə? Elə 39'u da deyin. Deyir ki, 81, 11 bərabərdir 70, 70'e. 81 plus minus olacaq da onda. Bəli, əlbəttə ki, 81-dən 11'i nağaranda 70 olur. Çıxanda olur da, minus. 81 minus 11 equals 70. Bilmirsən o çıxasan, yoxsa cavabı baxasın. Hə, yox, siz birinci çalışın, saylara baxın ki, hansı saylardan nə əmələ gəlir. Onda sizin üçün daha asan olar. Bəli, əlbəttə ki, Nigari, 40. Çaşdırıcı suallardır. Mən bir şey demirəm, müəllimlər. Həqiqətən çaşdırıcı sualdır. Həqiqətən asan sualdır. Belə qıraqdan baxanda çox asan sualdır. Amma çaşdırıcı variantda veriblər. Çaşdırıcı formada verirlər. Çox incədir, incə dərslərdir. Bəli. Nigari, 40-cı sual. Something equals 43. 30. On 30 minus olar. Yok peki. Minus olmaz toplamada. Plus olar 5. Bəli. Ən də toplama gedir də müəllim. Bəli, ən də toplamadı. Bəli, müəllimlər. Ən də toplamadı ingilis dilində. Necə ki, times-la multiply vurmadır, elə də and-la plus üstə gəlmədi. 3, 5'dir, doğrudur burada. 41, Nigarim. Bəli, 41 Jane, was of children, Jane uşaqların üçüncüsü olar. B'də sevinçdir 7-ci səhvdir. C'də də həmçinin sevinçdir 7-ci səhvdir. Third artiklesizdir, Y səhvdir, third olardı. Siri 3'dür. Adı müəllim. Bəli. Amma var. Mənim ikincisini Amması budur ki, Jane was the third of the 7 children. Jane həmin 7 uşaqdan üçüncüdür. Həmin o 7 uşaqdan üçüncüsüdür. Ona görə the 7 yazılıbdır burada. 42 Nuray. Kırkıda sevdim ve I felt very bad during my 5 rahat. D variantı. Əlbəttə ki, bəli, D variantı. D variantı, bəli. Mən deyir, 5 saatlıq səyahətdən sonra özümü çox pis hiss etdim. İndi gəlin digər variantlara da bir nəzər yetirək. Artıq mən dedim ki, əgər bizdə say, isim, cefizlə yazılıbsa, həmin isim nə cəmlənmir, nə də yerlik hal götürmür. Ona görə B variantı 100%'lik səhvdir. Sonra A variantında
F5A ve trip olardı. Olardı eğer bizim cümlede yerlik əvəzliyi my olmasaydı. Diyerdik I felt very bad during F5A ve trip. Doğru olardı. My koymur işletmeye. C, Y variantında ise bizde bu mürekkep sifətlər sıra sayıları ile değil, miqdar sayıları ile düzəlir. Ona göre de doğru variantımız yalnız D variantı qalır. Nuray, 43'ü de. Ha. 43'te de Hidayet'in 63. yaşında bir Rəhmətə getdi, bəli. Əlbəttə D ki, variantı. D variantı. En birinci biz görürük ki, bizim cümlədə Y təkdədir. Yani Bəli, biri təkdə göstərdi, yazılır. Bəli, yaşını deməli biz göstərdiyi bunun görə. qarşısında işlətməliyik. Biz bunun qarşısında işlətməliyik sifəti ya da sıra sayını. Burada isə bizdə mürəkkəb sifət kimi D verilibdir. 44. 44 Sara. Cem'in 15 yaşı var. Bu deməkdir ki 15 years old boy. Bir düzdür müəllim. Sara. İkidə Sara, bir dəqiqə dayan. Lap uzaqlara getməmiş, qoy bəri başdan deyim. Əgər sizin cümlənizdə sayıla bilən isim varsa da, biz onu artiklsız nadir hallarda mix səviyyəsində bu izah olunacaq sizə. Nadir hallarda sayıla bilən tək isim artiklsız və yaxud təyin edicisiz işlənə. Ona görə bir səhvdir. başa düşmədim müəllim. Yəni artikel olmalıdır. Gəlin, mən bunu sizə başa Artikel salım. olmalıdır. Olmalıdır, mütləq. Mən yersə görə götürmədim. Yersə ümumiyyətlə orada səhvdir. Hə. Bildim. Hə, bir səhvdir onda. 3 düzdür müəllim onda. Bəli. Bir old. Sonra çox 15. Bir dəqiqə müəllim. Bunlar belə. 6 düzdür müəllim. 5. Yox, 6 at the age of 15 deyirsiniz. 15 deyirsiniz. Onda 7 düzdür. Bəli. 3, 5, 7. İndi qoy mən burada sizə bir dənə də izah verim. Birinci age sözü ilə bağlı. Biz bunu artiklından keçmişik. Müəllimlər, əgər sizdə at the age yazılırsa, at müəyyənlik artiklıdır. At the age artıq siz burada dəqiq say verməlisiniz. 15 yaşında, 30 yaşında, 50 yaşında. Çünki müəyyənlik age sözü bu ifadədə at the age yazılırsa müəyyənlik artiklla, burada bizim dəqiq rəqəmimiz gəlməlidir ki, neçə yaşında. Yox, əgər siz görsəz ki, sizdə yazılır at an age, qeyri-müəyyənlik artiklına yazılır. Artıq burada sizə deyə bilərsiniz at an early age, gənc yaşlarında, erkən yaşlarında, at an old age, qoca yaşlarında. Artıq orada dəqiq rəqəm lazım deyil. Nəyə görə mən bunu sizə izah edirəm? Çünki 7-də görürsünüz yazılıb at the age. Mən bu the age görəndə artıq bilirəm ki, mənə dəqiq rəqəm lazımdır. At the age of 15. Məsəl üçün 6-da at the age of 15-ci doğru deyil. 15-ci yaşında. Xeyr, 15 yaşında. 6 doğru deyil ona görə. O quruluşca doğru deyil. 5 doğrudur. James'in 15 yaşı var. Bu demək ki, he is a boy of 15. Bu demək ki, 15 yaşlı oğlandır. Sonra 4 səhvdir. He is a boy of 15. Yəni dəqiq yaş miqdar sayı, sıra sayı yox. Və 3 doğrudur. 15, 1 və 2-də defislə yazılanlar cəmlənmir. 15-year old boy olmalıydı və mütləq a 15-year old boy olmalıydı. Çünki boy sözü var. Doğru variant Y variantıdır. 3, 5, 7. Sara 45. 45. Demək
fond kifayət deyil. Burada xəbər təkdə olmaz, müəllim, pul var şeyinə görə, pul vahidinə görə. Təkdədir də. Xəbər deyirəm ki, birinci Bəli. Bəli, düzdür. düzdür. İkinci səhvdir. Aha. Sonra 3 də səhvdir. 3 niyə? Çünki xəbər təkdədir də. 5 kilometrlər. Bax, niyə biri mənə... Kilometrlərdə 4 düzdür, 4. Bir dəqiqə mənim baxım. Yox, dayan Sara, dayan bir dəqiqə. Nəyə görə biri düz götürdünüz? Özünüz də vurğuladınız ki, xəbər təkdə olmalıdır. Sonra da qayıdıb 3'ü yox, 4'ü götürürsünüz. Çaşdım mənim. Bir də 6 düzdür müəllim. Aylar cəmdə 5 xəbər təkdədir deyən götürmürəm. 6'nı götürürəm. İndi isə qaydaya qulaq asın. Say, məsafə, çəki, pul vahidi. Sizin mübtədalarınız əgər sayı göstərirsə, məsafəni göstərirsə, çəkini göstərirsə də, nə bilim, pul vahidini göstərirsə də, bu zaman bunlar bir bütöv bir şey deməkdir. Və belə cümlələrdə xəbər təkdə olmalıdır. Belə cümlələrin xəbəri say, məsafə, məbləğ, çəki. Bax, bunların xəbəri təkdə olur. 1 doğrudur, 3 doğrudur, 5 doğrudur. 1-də 20 pounds çəkidir, 20 funt. 3'də 5 kilometr məsafədir, 5 kilometr. 5'də 10 months zamanın uzunluğunu göstərir, 10 ay. Bunların xəbəri həmişə təkdədir. Ona görə doğru variantımız 1, 3 və 5'dir. Rəvanə, 46-cı sual. 46 A variantında 100 cheers. Bu səhvdir mənim, çünki 100 tək işlənə bilmir. Bəli. Artıq olmalıydı. B variantında 400 pupils. Bu doğrudur. C variantında 100 cəmdə verirlər, cəmlənmir. D variantında 500 burada da cəmlənmir. Y variantında cavab B variantı. Bəli, cavab B variantı. Y variantı 100 of var, doğrudur, yüzlərlə, amma ondan sonra gələn isim cəmdə gəlməliydi. 100 of books olmalıydı. Rəvanə, 47-ci sual. O C bəndində 100 olmamalı, yoxsa 100 cəmlədir deyə səhv götürürəm. Yox, olmamalıydı. 100 of people, yüzlərlə insanlar. Rəvanə, 47. 47'de A variantında 600 books. Burada səhvdir, 600 olmalıydı. B variantında millions of flower. Burada da cəmlənibdir, səhv veribdir. C variantında 100 pounds. Doğrudur mənim C variantı. Bəli, C variantı doğrudur, amma B variantını doğru izah eləmədiniz. Of ilə birləşərkən... Bəli. Orada flower cəmdə olmalıdır. Bəli, əlbəttə ki, milyonlarla güldüsə, güllər cəmdə olmalıydı. Millions of'un yazılışı doğrudur. Səmaya, 48-ci sual. Deməli, manat A variantı olmaz, cəm olub saydan sonra. C'də E'dən bir şey olmalıydı, vandan. B'də də elə 100 manat. Bəli, B'dir. 49, sizin növbənizdir yenə. 49 da deyim. Bəli. Tamam. Deməli, 200 pound düzdür bir. Səhvdir. Of olmalıydı. Səhv etmirəmsə 3'dən sonra. Bəli. Deməli, 100 düzdür. 100 olmaz, 1-2. Bəli. Bəli, 1-2'dir doğru variant. Bu bizdə Səmayaydı. Şəlalə, 50-ci sual. Bəli.
50-də zero incə fil. Mənə hundreds of sheep düzdür. 200 sheep səhvdir. 100 səhvdir, cəmlənməməlidir. 100 sheep düzdür. 1-lə 2 adəmdir müəllimə. Doğru, doğru. 51 Şəlalə. There are hundreds of books on the bookcase. Burada there are hundreds səhvdir müəllimə adəmdir. Jane was selling children in the park. Children in the park. Burada da sells children in the park olmalıydı. There were thousands olmamalıdır. Müəllimə thousands of million. Necə variantı müəllimə burada? Thousands of meals. Doğru. C variantını doğru götürürsünüz. Çox gözəl. Qayıdın indi mənə A-nı izah elədiniz ki, hundreds yox, eləcə hundreds oldu. Siz mənə B-nin səhvini izah eləyin. Siz mənə B-nin səhvini izah eləyin. Mənim burada az artikel ilə verilməyib də. The seven children. Başqa səhv yoxdur? Başqa səhv burada. Müqdar sayına verilməlidir. Tək olmalıdır. Children Bəli, olmalıdır. sıra sayından sonra, yadda saxlayın, sıra sayından sonra gələn isim təkdə olur. Sıra sayılandan sonra gələn isim təkdə olur. Jane was the seventh child in the park. D variantının səhvini deyin. Necə D variantı? Tom collected hundred stamps for his collection. Mənim burada artikel olmalıydı. 100 stamps. Bəli. Y variantının Z ilə olmamalıydı 5. xeyr, Sıra sayı. xeyr. Sıra sayı olmalıydı ama bəli, the fifth sentence, the fifth. Fifth olmalıdır. Bəli. Burada adi sayılardı. Bəli. Adi sayı olsun. Lap tutalım ki adi saydı. Onda heç olmasa sentence cəmdə yazmalıydılar. Z ilə işlənir miqdar sayı. Onda heç olmasa sentence cəmdə yazmalıydılar. Bəli. Fərqanə, 52-ci sual. Deyim 52. Yox, Fərqanənin növbəsidir. More than 100 ethnic groups burada düzdür. Bəli. İkincidə iki tərəfdə cəmlənib o da düzdür. Bəli. Üçdə 150 pounds olardı. Bəli. Səhv götürürük. Onun da katon she has 500. Burada da cəmlənmir. Burada da səhvdir. Bəli. Bəli, doğru. Elə 53-də sizin növbədədir. Biz getdik fils olsa we. Fils olardı hər halda eynə verilib. Yox, bax səhv getdiniz. Bax səhv getdiniz. Niyə elə səhv gedirsiniz ki? Fils nə deməkdir? Fils. 5-də biri. Xeyr, 5-ci demək deyil. 5-ci olsaydı fils deyərdilər. Deyir ki, biz deyir cottage gedən yolun 5-də birini getdik. 5-də birini. A variantı doğru deyil. Kəsir kimi. Bəli, kəsir. Ümumiyyətlə, bilirsinizmi? Ümumiyyətlə, siz belə yerdə səhv etməmək üçün, siz sıra sayını qeyri-müəyyən artiklından görən kimi, görün onu kəsir sayı kimi istifadə edə bilirsinizmi? Əgər kəsir sayı kimi istifadə edirsinizsə, o biri əvəz edib. Bir burada deməli surət idi. Surət miqdar sayından 1 verilir. Onun əvəzinə məxrəc sıra sayından verilir. Birin əvəzinə qeyri-müəyyən artikl işlətmək olur. A variantı mən başa düşürəm. Bəli, mən başa düşürəm. İndi gəlin o biri variantların səhvlərinə baxaq da. A variantı doğrudur. Gəlin görək o biri variantda özümüz səhvləri tapa bilərikmi?
O birisində müəllim, he is 45. Burada 40, burada şeylənməlidir ki, nədir? Adi sayıyordu, o birisi sıra sayılarına çevrilməlidir. Pis. Bəli, bəli. He is 45th birthday olmalıdır. Bunu tapdıq. C-yə baxın. C-də yazıb ki, 1000 time. Burada time cəmlənməlidir. Bəli, dəfə deməkdir, 1000 dəfə. Müəllim deyir, bu qaydanı bizə 1000 dəfə başa salmışdı. 1000 times. Burada zaman vaxt yox, dəfə mənasındadır. D-də baxaq. D-də də article işlədilməyib. Bəli, $1 milyon olmalıydı. Y-yə baxaq. 7-də də Z-si yoxdur deyəsən burada. Müəyyən article. Həm article yoxdur, həm də sıra sayından sonra gələn isim tək də gəlməliydi. Bəli. Nigari, 54-cü sual. Bəli, 4. Biraz yazmışdınız, yapın tekamül. Ben kardeşimle çünkü kanalımı bekliyorum. İsteyip sefte. Writers bir second. Məlumatçılığını bilmədim tam olaraq. Bir dənə beyni bilirəm ki, 200 olmaz. Aha, bildiklərinizi deyin. Bildiklərinizi deyin. Rəfətdən Z article gəlmir. Writers, the writers. Bəli. Yerlik haldan sonra article işləmir. Yerlik hal artıq özü onun təyinidir. A variant. Doğru variant Y variantıdır. Doğru variant yox. Doğru variant Y variantıdır. Y variantı. Doğru variant. Thousands of soldiers protect our country. Minlərlə əskərlər bizim ölkəni müdafiə edir. Gəlin obrislərin bir-bir səhvlərinə baxaq. A variantında olmalıydı. My brother's birthday. Ya olmalıdır. Is on the 11th of December. The 11th of December. Ya da December the 11th. Bax belə. B variantında to-dan sonra 100,000 milyon cəmlənmir. C variantında yerlik halından possessive case-dən sonra article işlənmir. D variantında the jeans cost 160 manats. D cinsin qiyməti 160 manatdır. 100 cəmləmir o sözlüyündə, amma onlardan sonra gələn isim cəmlənməli daxı 160 manats olmalıydı. Doğru variant qalır Y variantı. Nigari 55-də sizdədir. Bəli. I have question. Mənim suallarım var. Two question olarda C variantına sizə 3 sualım var. Bəli. My question about the animals. Mənim suallarım yox, mənim ikinci sualım heyvana aiddir. 1 C deməli, 2 bir C, 2 my question second olacaq, 2B, what is da varsa Z second olar, 3A. Bəli, doğru. Hər bir şey doğrudur. Nuray, 56-cı sual. Sevda müəllim, bir bizdə internet getdi gəldi. Mənim yerimə kimsə olsun, mən Yaxşı. baxsın da. Yaxşı, Sara, 56-cı sual. Sara qrupdadır mı? Səsimi bağlamışdım, üzrlü sayın. Buyurun, 56-cı sual. Deməli, müəllim, A variantında 40 səhvdir, çünki U hərfi olmamalıdır orada. Doğru, bəli. C variantında 15 olardı. Bəli. 15 yox. Y variantında 13 olmaz. Gəldik B-lə, B-lə 90.
1880. B variantı da diyeyim. D variantında nədir səhv onu tapa bilmirəm. Bir dəqiqə. 80. Görə bilmirəm səhvi müəllim. Ve işte variantında mən də görə bilmirəm axı səhvi. E, G, H, 8, 18, 8, bir dənə Y. Səhv yoxdur işte variantında. Bunda B'de ikisi də B'de ikisi də doğrudur. 1990 da doğru yazılıb. Doğru yazılıb. 18, 80 də doğru yazılıb. Heç bir səhv heç birində yoxdur. İkisi də burada doğrudur. Nəyisə səhv yazmaq istəyirmişlər, yadlarından çıxıb. Bəli. 57-ni də deyin Sara. Sonra Nuraya keçərik. Aha. Demək, düzgün A variantı səhvdir müəllim, 100 cəmlənib. B variantı da artikel yoxdur milyonun qabağında. C variantında... Yox, elə səhv eləməyin. Sara, bir dəqiqə dayanın. Bir dəqiqə, 60 var qabağında. Əlbəttə ki. Əgər o özü tək işlənərsə də var. 2, 3, 5, 15 varsa da onun ən lazımdır. C variantında elə bir rəqəm yoxdur. 17. Bəli. D düzdür də. D düzdür, 7-də artikel yoxdur. Bəli. Bəs yaxşı, B-nin səhvi nədir onda? Yoxdur, B-də də səhv yoxdur. Sadəcə olaraq məntiqcə, B-də səhv yoxdur, 60 milyon insan. D variantı doğrudur, bir neçə minlərlə kitablar. Y-də 111 days olmalıydı. B də doğrudur burada, necə ki 56-da B ilə D-ni doğru veriblər, elə də 57-də B ilə D-ni doğru veriblər. Bəli, Nuray, deyə bilərsiniz mi 58-i? 58-i sevdim mən, baxıyım. 58-i sevdim mən. 57-də B-də off olmamalıdır. Niyə? 60 million of people. Yox, millions of people deyə bilərik. Milyonlarla insanlar. Millions, sonra of gəlir. Amma beləcə bu mürəkkəb say kimi 60 milyon insan. 60 million people. Heç bir səhv yoxdur orada. 58 Nuray. Ümumiyyətlə müəllimlər yadda saxlayın. Qoy mən sizə burada bir şey deyim. Nuray sözündə kəsirəm. Bilirsinizmi? Elə vaxt olub ki, çoxdan da, bəli, təzə mən özüm də bunların hamısını araşdıranda. Variantda verilən bir səhvə görə mən bir günümü itirmişəm. Axtarmışam, nə qədər qayda kitabları töymüşəm qarşıma, nələr oxumuşam ki, bax bu niyə səhv olsun. Səndə və sadəcə olaraq variantda səhv vermişlər. Ondan sonra mən tamamilə belə, necə deyim, da boş yanaşıram da elə şeyə. Mən dəqiq bilirəm ki, 60 million people bu doğru yazılıb. Mən orada artıq özümü şübhələndirməyin yeri yoxdur. Yəni ki, variantlarda səhvlər çox rast gəlmək olur. Hətta dilin özünün variantlarında səhvlər çıxır qarşımıza. Ona görə də narahat olmayın. Əgər siz nəyisə doğru bilirsiniz, amma variantla uyğun gəlmirsə, özünüzə əmin deyilsinizsə, əlbəttə ki, yazın, soruşun onu, bir yerdə araşdıraq. Yox, özünüzə əminsinizsə də, əlbəttə ki, variantda səhv verilə bilər. Nuray, 58. 58-ə sevdim. Yazmışca C variantı düzdür. Bəli. A variantında nə səhv yazılıb? Orada fix. Bəli, əlbəttə ki, fix olmalıydı. Sonra B variantında nə səhv yazılıb, Nuray? B variantı eləməz. Yox, 20's, Y yox, Y hərfi yox. Y hərfi düşür, I hərfinə əvəz olunur, bəli. Aha. Onda da 100. The 100's o doğrudur, the 9's səhv yazılıb. The 9's,
Bəli, 21 orada i hərfi 21 olmalı. düşməli idi. Bəli, i hərfi düşməli. 21st Aha, 21 deyilən şey yoxdur. 21st olmalı idi. yoxdur, and then 19th. Bəli. Nuray, elə 59'u da de. 59'u düzgün variant, september Y variantı, Emilia Refugees. Bəli. Bu birinci A variantında 101st magazine olmalıydı. Aha. B variantı Sotoban Pages, Cəmdə olmalıydı, bəli. Cəmdə olmalıdır. 3'te $300, 100 ola bilməz, dollar cəmlənməliydi. Aha. D'de de one information. Information sayılmayan isimdir, sayla işlənə bilməz. Say Bəli, bildirmiyordu. bəli. One olmamalıydı. Bəli. 60 bizdə rəvanədir. Rəvanə, səhv variant seçməliyik. Choose the incorrect variant. Bəli, birincidə you mark is 5. Bu doğrudur. 2'də we had dinner at 2 o'clock. Mən bu səhvdir. Saat sıra sayılan verilmir. Bəli. 3'də read the passage 1. Burada səhvdir. Mən read the first passage işlədə bilərdik. Bəli. 4'də də I saw the two new buildings. Bu doğrudur. 2-3 bir variantı. Bəli. 61'i də deyin rəvanə. 61'de A variantında his birthday is on the 3 of January. Deməli, burada səhvdir mənim. Sıra sayla olmalıydı. Bəli, Sıra bəli. sayla verməliydi. B variantında this is my first trip to London. Yəli vəziyyindən sonra artikelini işlədə bilməliyik. Ona görə səhvdir. C'də open your workbooks at the page. Burada məncə 20th page olmalıydı. D variantında there is thousands of stars. Burada səhvdir, çünki thousands of stars olmalıydı. Artikel işlətmirdik. E variantında think of a number multiplied by 5. E variantı doğrudur mən. Bəli. Səmaya, 62-ci sual. Deməli, tamam, second. Olmaz. Second olmaz. Bir variantı mən. E variantında films bizdə cümlədə cəmdə yazılıb, sıra sayından sonra da cəm işlətmirik. İkinci tərəf second olar. İkinci tərəf bəli. Müəllimə. B. B olar, hə, B. B olardı. Films cəmlə. Films cəmlənib. Aha. Bəs B variantında as second deməliyik axı. Hə, the second onda mənə C-dir. Bəli. 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 Deyil həmin of the two films, həmin iki filmdən Z həmin. Həmin iki filmdən ki mən baxmışam, mən ikincini daha çox xoşladım. I like the second more. İndi qoy hərə birini desin. Şəlalə, siz də 63'ü deyin. Qoy həriyə biri yenə də düşsün. Aha. Burada do you have a change of the fifth month for the fifth month? The fifth. Sıra götürmür, manat cəmlənməməlidir qarşısında. It is the 5th time I have Istanbul. Burada da 5 götürməməlidir. It is often stated that we use only 10%. Burada hansıdır? Only 10. Mənə 3 doğrudur. Bəli. Bir də 4 doğrudur. 3 multiplied by 2 equals 6. 3 vurulsun 2 bərabərdə 6, düzdür? Bəli. 3, 4. C 3-dür, variantı. düzdür.
Fərqanə 64-cü sual. Neçənci sual müəllimə? 64-cü sual. Aysus versus on Julius 20 bu düzgündür. On Julius bu düzgündür. Sonra gəlir 100 days. Yəni 100 olardı. Burada es yoxdur. Bəli. Gəlir the seven children. Bu düzgündür. Bəli. Yo. Ee, Necə yəni sıra sayından sonra isim cəmlənmir. Bir, onda 4'te düzgündür. 3 səhvdir. 1, 4. 2 səhv. 1, 4. Bəli, doğru. Bir də Nigari axırıncı sualımız. Nigari yoxdur qrupda. Baxıram. Aha, başa düşdüm, yaxşı. Dedi müəllim burada millions of-dan olmur, 200-də olmur. Bəli. Test deyir orada, dördüncü. C'ni bilmədim yəsəfdə, amma bilirəm ki, düzdür. Bəyək var elə bir şey. Bəli, D doğrudur. İndi gəlin C-nin səhvinə baxaq. Biz dedik, əgər bizdə isim say gəlirsə, artikel işləmir ismin qarşısında. Olmalıydı task'tın. Və əgər bizdə tense gəlirsə, 10-cu isim təkdə olmalıdır. Pence cəmdədir, onun tək forması penny'dir. Penny təkdədir, pence cəmdədir. Y variantı da ona görə səhvdir. Doğru variantımız da D variantıdır. Bir dəqiqə.